Bayram süfrələrinin yaraşığı olan çox gözəl salat resepti ilə gəlmişəm bu günlərim. Salatımızı hazırlamadan öncə kanalıma abunə olub videolarımı bəyənməyi də unutmayın. Əgər bu videonu bəyənsəz, fikirlərinizi də yorumlarda yazmağı da unutmarsınız. İndi isə keçək salatımızın hazırlanma qaydasına. Bilirəm ki, o möhtəşəm salatımın ərzaqlarını mütləq ki soruşasınız. Ona görə hazırlamamışdan öncə nələrdən istifadə etdim, hansı ərzaqdan nə qədər istifadə etdim, onları da sizlərlə bölüşürəm. 1 kilo toyuğun sinə ətini götürmüşəm. 4 ədəd turşu xiyarı götürmüşəm. Lobiya götürmüşəm. 2 baş qırmızı soğan götürmüşəm. Onu da qeyd edim ki, qırmızı soğan mütləqdir. 3 ədəd nar götürmüşəm. Mayonez götürmüşəm. Üzərinin bəzəyi üçün ağ turp götürmüşəm. Yaşıl soğan götürmüşəm. Gülün adını unutdum. Bunun da adını siz deyin. Üzərinin bəzəyi üçün bu güldən istifadə edəcəm. Belə. İndi isə keçim ilk öncə toyuğun sinə ətini göndərim bişməyə. Daha sonra keçim başqa ərzaqları hazırlamağa. Soğanı yudum ilk öncə. Bunu bükürəm ki, suyu təmiz çəkilsin. Soğanın qabığını soyub doğrayıram. Aşqarasına necə doğrayırıqsa, o qaydada doğrayıram. Doğradığım soğanın üzərinə biraz sirkə, biraz da duz əlavə edib yaxşı qarışdırıram ki, soğan təmiz acı suyunu buraxsın. Qıraqda gözlədirəm ki, acı suyunu buraxsın tam. Xiyarı da rəndədən keçirdirəm. Xiyarı da rəndədən keçirdim. Salata əlavə edəndə suyunu təmiz süzəcəm. Lobiyanı da açıb yuyub suyunu süzürəm. Qabığını soyub yumuşam. İkisiyə bölürəm. İkisiyə böldükdən sonra nəzik bu şəkildə kəsirəm. Bu üzərini bəzəmək üçündür. Çalışdığınız qədər nəzik bu şəkildə kəsirsiniz. Salatın üzərində gördüyünüz gülləri, ağ turpu bu şəkildə kəsirəm. Bu qaydada kəsirəm.
Kəsdiyim bu turp formalarından 4 ədədini belə üst-üstə qoyub bükürəm. Bu qaydada bükdüm. İndi çöpün köməkliyi ilə bunları bərk edirəm. Bu şəkildə gül düzəltdim. Qaba ilk öncə qırmızı lobyanı yuyub əlavə etdim. Daha sonra toyuğun sinətini qaynadıb didib əlavə etmişəm. Daha sonra soğanı yuyub suyunu təmiz sıxmışam. Soğanı əlavə edirəm. Daha sonra turşu xiyarı suyunu təmiz sıxmışam. Bunu əlavə edirəm. Daha sonra mayonezdən biraz əlavə edib qarışdıracağım. Daha sonra dənələdiyimiz narı da əlavə edirəm içərisinə. Məndə bu cür forma qabı var. Bununla salatıma forma verəcəm. Çox gözəl, dadlı, ləzzətli salatdır. Sizlər də hazırlayın. Mən tez-tez hazırlayıram bu salatdan. Çünki evdə sevə-sevə yeyirlər bu salatı. Salatın qıraqlarında yaşıl soğandan bəzəyirəm. Salatın da bəzəyi özünüzdən asılıdır. İstəsəz bəzəyərsiniz, istəsəz bəzəmərsiniz. Mən bəzəməyi seçdim. Sizlər necə xoşlasaz, o cürdə hazırlaya bilərsiniz. Zövqdən asılıdır. Hazırlayacaq hər bir kəsə də nuş olsun. Allah hər kəsin ruzisini bol eləsin, qazanını qaynar eləsin, canını sağ eləsin inşallah. Bugünlük də məndən bu qədər olsun. Sağ olun, Allaha əmanət olun. İnşallah gələn bir videolarda görüşmək ümidi ilə sağ olun, hələlik.